Masallıda bir kənd var ki, 3 ad daşıyır. 3 ay bundan əvvəl kəndə verilən 3-cü ad sakinlərin narazılığına səbəb olub. Sakinlər kəndin tarixi adının, yəni Xanalyon adının qaytarılmasını tələb eləyirlər. Əməkdaşımız Rövşən Almasoğlu kənd sakinləri ilə həmsöhbət olub. Köhnə adı Xanalyon olan Masalının bu kəndinə sonradan Xanalyan adı verilib. 3 ay əvvəl isə kəndə Xanalyan adı verilib. Sonuncu ad, yəni Xanalyan adı sakinləri qəzəbləndirib. Kəndin adı da əvvəl Xanalyon olub, yəni kəndin tarlası yox, tarlaları, zəmiləri. Sonradan bu illər ötdükcə bu ad deformasiyaya uğrayıb Xanalyon deyil, Xanalyon adını almışdır. Amma bu ad əfsuslar olsun ki, 1933-cü ilə qədər bu cür səslənmiş, bu cür siyahılanmalarda da bu cür qeydə alınmışdır. Bizdə Xanalyondur, Xanalyondur. Ona görə ki, burada əvvəllər ermənilər 5-6 çox işlədi burada. Ondan sonra agent çıxdıqdan sonra onu tutdular onu. O elədi hamısı Xanalyan. Bələdiyyə sədri Rauf Cəbiyev bildirdi ki, ad dəyişmək onların səlahiyyətində deyil. Sadəcə o, kəndin qanuni adını lövhələrə vurub, kəndin giriş-çıxışına yerləşdirib. Dəfələrlə kənd sakinlərlə söhbətimiz olub. Yəni onlar özləri rəsmi müraciət etməlidirlər yerli icra qurumlarına, orqanlarına və daha sonra Milli Məclisə. Bu qərarı Milli Məclis verə bilər. Kənd bələdiyyəsi olaraq biz bunu verə bilmərik. Yəni biz onu təhrif etməmişik. Olduğu kimi orada qeyd edib orada quraşdırmışıq. Bir sözlə rəsmi sənədlərdə kəndin adı Xanalyan olduğu üçün kəndin girişində də Xanalyan adı yazılıb. Rövşən Almazoğlu, Diana Cəlali, Space Xəbər, Masallı.